Salam əzizləyicilər, Zəfər Şəhidlər turnirinin 3-cü turunun növbəti oyununda sizlərlə bərabərik. Və ekranlarınızdan sağ tərəfdə qara geyimli komanda Şəhid Mehdi Fərzullazadə Bülbülə komandasıdır. Ekranlarınızdan sol tərəfdə ağ geyimli komanda isə Şəhid Allahverdi Bağırov Əzzari komandasıdır. Hər iki komandalara uğurlar arzu edirik. Şamidin zərbəsi qapçı iş qurtarışını edir və Miri fərqlənir. Mirdamət 1-0 edir hesabı. Oyunun ilk dəqiqəsində önə keçirən Əzzari komandası. İlk hücum qolla yekunlaşır. Zeynal ötürməsi Bəxtiyar Əzizov. Ötürmə keçmədi. Mika geriyə. Həsən Zeynal yenidən Həsən. Mika ötürməsi son anda ağa ayaq qoydu. Miri top itkisi Bəxtiyar Əzizov. Bəxtiyar 3 nəfər çıxır, onu ötürməsini də verə bildi. Davud çatmadı bu ötürməyə. Biraz sürətli alınmışdı. Ağa topu oyuna daxil edir. Önə doğru ötürmə. Şamid çatdı topa, meydandadır. Ötürməsi Miri. Yeganə qolun müəllifi də hələ ki Miri. Oyunda vurulan. Ötürmə Davud. Mərkəzə Bəxtiyar Əzizov. Bəxtiyar top qaçdı ayağından. Aha, Mika ötürməsi Davud Dabanla çatmadı. İlkin uzaqlaşdırır Miri. Geriyə Elnur kapitan topladı. Ötürməsi Ağa Davuddan top meydanı tərk edir. Ağa geriyə. İlkin önə doğru ötürmə. Top Həsənə gəlir. Həsəndə qalır Zeynal. Ötürməsi Ağa. Kapitan topladı Bülbülə komandasının. Kapitanı da Ağa. Zeynal. Ötürməsi Bəxtiyar. Cinahı dəyişmək istədi. Miriyə təpə dəyən top Ağada qalır. Ötürməsi Şamid. Çatmadı bu ötürməyə. Yan xəttdən topu oyuna Ağa daxil edir. Hər iki komandada Ağa var. Bir oyuncu hal-hazırda top ondadır. Bülbülə komandasının kapitanı Ağa və hal-hazırda ketasını bağlayan Ağa Əzzari komandasındadır. Oyunda faza yaranır. Və davam edirik qaldığımız yerdən. Qapıdan zərbə. Sənan topu oyuna daxil edəcək. Sənan. Əlli ötürmə. Zeynal başla Mika Elnur gəldi çatdı. Qarşısındadır. Ötürməsi Ağa. Şamid ötürməsi Miri və Mika'da qalır top. Mika topladı. Mika gözəl dəyişdi cinahı. Zeynal, Davud, Şamid qayıtdı. Daban ötürməsi İlkin. Ötürmə Miri, zərbə qapıya. Kənardan keçir top. Mika. Bəxtiyar. Yenidən Mika gözəl çıxdılar ötürməklə və top itkisi Miri, zərbə qapı tiri. Həsən də toxunuş etmişdi, çox kritik toxunuş etmişdi Həsən. Qapı tirinə də dəyən top meydana qayıtdı. Zeynal topladı, ötürməsi Elnur. Miri, zərbə Həsən. Yenə və hakim
topun hərəkətdə olduğunu bildirir. Top əl dəyişdirir, keçir Bülbülə komandasına. Mika topu oyuna daxil edəcək. Geriyə Zeynal. Sağ cinaha Ağa. Ağa ötürməsi Bəxtiyar aldılar topu ondan və qayda pozuntusu. Ağaya qarşı Bəxtiyar tərəfdən. Ağa qapı önünə, Həsən yerindədir. Zeynal önə doğru, Davud istiqamətinə Həsənan qapısını vaxtında tərk etdi. Topu çıxartdı meydandan, yan xəttdən topu oyna. Daxil etdilər Bəxtiyar, Bəxtiyar ilkin. Geri Mika, zərbə Davud, Bəxtiyar, blok gəlir Ağadan. Bəxtiyar, Miri, nələr olur, zərbə paralel şəkildə. Topu auta çıxır, topu tora göndərə bilmədilər. Divar örmüşdü orada Əzzari komandası. Ağa. Ötürməsi Davud, geriyə Zeynal. Qapı önünü ötürməz Sənan. Əllə uzaqlaşdırır Ağa. Bəxtiyar. Ötürməsi Mika. 3 nəfər çıxır onu, aldılar topu. Miri, əks hücum, 3-2 gəlirlər. Davud da çatdı və Zeynal. Zərbə ilkindən, amma hara? Ağa gəlir, asta-asta. Komandasının hücumunu qurur, ötürməsi Zeynal. Ötürmə mərkəzdə Mika, geriyə Həsən. Qafarov topladı, sağ cinaha. Ağa ötürməsi mükəmməldir. Davud və Sənan. Ağa o nə ötürməkdir elə. Üzbəüz qoydu komanda yoldaşını rəqib qapısı ilə Ağa. Mika və ilkin topu çıxardır meydandan. Yan xəttdən topu oyna Mika daxil etdi. Bəxtiyar. Ötürməsi Davud, Dabanla Bəxtiyar və qapı önünə son anda Elnur. 200-dən zərbə olacaq. Bəxtiyar ötürməsi Miridən top meydanı tərk edir. Daha bir 200-dən zərbə, yenə Bəxtiyar. Baxır qapı önünə. Bəxtiyar ötürməsi Mika istiqamətinə bir-birlərini başa düşmədilər. Şamid, Mika ayaq qoyur, sıxır onu Zeynal. Şamid, ilkin top itkisi Zeynal. Geriyə Davud. Ötürməsi Bəxtiyar və Sənan. Oy. Daban zərbəsi ilə fərqlənmək istədi. Sənan imkan vermədi. Bəxtiyar ən geriyə. Həsən Qafarov, Həsən ayağı sürüşdü və topu buraxdı. Out. Əzzari komandasınındır. Ötürməsi Miri və son anda Ağa. 200-dən zərbə olacaq. Başladılar Şamid, Miri zərbəsi az fərqdə. Top qapının yanından keçir Mika. Davud mərkəzə Bəxtiyar Əzizov. Bəxtiyar keçdi Elnuru. Bəxtiyar nələr edir Bəxtiyar. Oy. Son anda Sənan yerdə imkan vermədi. Bu mükəmməl hərəkətlər qolla yekunlaşsın. Zeynal top itkisi. Miri sol cinaha Ağanın zərbəsi. Dəqiq alınmır. Həsən əl ötürməsi Mika çox sürətli bir oyun izləyirik. Temp var oyunda. Hər iki komanda hücumları təhlükə ilə yekunlaşdırmağı bacarır. Açıq oyun izləyirik. Mika ötürməsi Bəxtiyar. Oldu ondan Şamid və out.
Bülbülə komandasının da ağa buraxdı Mika. Ağa. Mika. Mərkəzdə Bəxtiyar. Mika. Götürməsi Bəxtiyar. Top ikisi Şamid. Şamid və qayda pozulur ona qarşı. Təhlükəli nöqtədir. Beş metrəlik məsafə təyin olundu. Görək necə yerinə yetirəcəklər bu cərmə zərbəsini. Mirini görürük topun arxasında. Fit səsləndi. Miri gəlir. Şamid ötürməsi. Miri tapanla. Bu bir ev tapşırığıdır. Elnurun zərbəsi. Dəqiq deyil. Həsən. Davud. Ötürməsi. Mika. Top ikisi. Elnur. Kapitan geriyə. Sənan. Önə doğru. Həsəndə qalır top. Həsən Qafarov. Bəxtiyarla başladı. Bəxtiyar. Zeynal. Zeynal. Davud. Ötürməsi. Zeynal. Ötürmə və Akif meydana daxil olub ağanın əvəzinə. Top oynayan xəttdən Akif daxil edir. Ötürməsi. Şamid saxlaya bilmədi topu. Meydanı tərk elədi. Zeynal. Bəxtiyar. Ötürməsi ağa və çata bilmədi ağa topa. Elnur. Kapitan 5 metrəlik ara məsafə istəyir oyunun hakimindən və hakim məsafəni təyin etdi. Fitlə davam edəcək. Fit səsləndi və Akifdən top meydanı tərk elədi. Out Bülbülə komandasınındır. Davud. Ötürməsi Zeynal. Yenidən Davud. Bəxtiyar. Zeynal. Mərkəzdə Bəxtiyar. Ötürməsi. Gözəl çıxdılar pasla. Ağa yenidən Əzizov. Mərkəzə Mika. Bəxtiyar zərbəsi. Akif. Etirazlar var. Hakim davam deyil. Şamid. Şamid və Həsən. 200-dən zərbə olacaq. Şamid yerinə yetirəcək. Ötürmə qapı önünə. Mika. Bəxtiyar dabanla Davud. 3'ə 2 gəlirlər. Davud. Davudun zərbəsi. Sənan. Mika. Ötürməsi. Miri girdi araya. Ağa topladı. Sağ cinaha. Akif topu çıxardır meydanına. Davud geriyə. Mika. Zeynal. Ötürməsi Davud. Başla. Top meydanı tərk edir. Ötürmə Zeynal. Elnur akrobatik zərbə alınmadı. Əhsən imkan vermədi ona. Zədələnir Elnur. Kapitan sevir belə zərbələri, belə akrobatik zərbələrini çox görmüşük. Miri çəkdi soluna, sağına zərbə. Həsən. Mika, əksüzüm necə olacaq? Mika ötürməsi hakimə. Hakimlə komanda yoldaşlarını səhv saldı. Mika çox döyüşkən oyuncudur. Mika çox texnikalı bir oyuncudur. Gənc oyuncu. Hələ onun önündə çox uzun illər var. Daha da mükəmməl olacaq. Mika zərbə qapıya. Az fərqdə. Sənan, əllə uzun ötürmə, Şamid istiqamətinə və Həsən. Şahin meydandadır, Bülbülə komandasında. Zeynal zərbə, dəqiq deyil.
Akif ötürməsi Şamid. Şamid sağına çəkir və Həsən. Bəxtiyar Mika. Bəxtiyar. Əzizov. Bəxtiyar və top meydanı tərk elədi. Güzdən zərbə deyil Akif. Ötürmə Şamid. Mükəmməl ötürmə İlkin və Həsən. Şamid ötürmə İlkin. Oy İlkin. Ən çətin olanı etdi İlkin. Nəyi vura bilmədin sən? İlkin. 2-0 edə bilərdi hesabı. Zeynal Şamid sıxırdı onu. Şahin. Mika. Ötürməsi Ağa çatdı topa. Yenidən Mika. Ötürməsi Şahin. İlkin. Zeynal ötürməsi Mika. Mərkəzdə Şahin. Akif sıxır onu və Akif qaydanı pozur. Şahinə qarşı qayda pozuntusu qeydə alır oyunun referisi. Cərimə zərbəsini elə Şahin özü yerinə yetirəcək. Necə bir zərbə indirəcək. Fit səsləndi Şahin. Qapıya zərbə və İlkin uzaqlaşdırır. Mika geriyə. Zeynal. Mərkəzdə Bəxtiyar. Çəkdi soluna. Miri aldı topu ondan. Miri keçdi Zeynalı. Miri zərbə. Həsən. Geriyə Akif. Qapının üstündən. Həsən qapısında bugün çox güvən verir komandasına. Nələri qurtarıb Həsən. Mika sağ cinahda Bəxtiyar yenidən Mika. Bəxtiyar Akif var qarşısında. Paslaşır bu iki oyuncu. Türmə Miridən keçmədi. Sağ cinaha Zeynal. Sürüşmə fəndi ilə mükəmməl götürdü topu. Şahin isə itirdi. Miri təhlükəli ola bilər bu hücum. Sol cinaha Akif. Yenidən Ağa. Qapı önünə. Adaşı qarşıladı. İki Ağanın mübarizəsi. Bülbülə komandası qalib gəlir. Ötürməsi və səndə qalır top. Miri top ondan meydanı tərk edir. Bəxtiyar, Zeynal, Akifdən top meydanı tərk edir. Zeynal. Geriyə, Hüseyin, zərbə qapıya. Dəqiq deyil, oyuna girər-girməz. Zərbə ilə yadda qalır Hüseyin və time-out götürür Əzzari komandasının kapitanı, rəhbəri Elnur. Bir dəqiqəlik time-out geri dönəcək. Time-out bitdi. Qaldığımız yerdən davam edirik. Miri mərkəzə, Bəxtiyar. Geriyə Mika. Mərkəzdə Əzizov, ötürməsi Mika. Akif, nələr edir Mika, Şahin və Zeynal. Bu nə hücumuydu belə? Zeynal tamamladı, tarazlığı yarattı oyunda. Gol, mükəmməl bir goldu. Ən mükəmməl olanı isə Mika etdi, gənc oyuncu. Gənc yetənək, hər şey etdi. Şahin tək toxunuşla Zeynala və Zeynal sözün hər iki mənasında baş işlətdi. Başı ilə topu tora qovuşturdu.
1-1 olur hesab. Zeynal ötürməsi, əllə toxunuş var ağadan. Cərmə zərbəsi Bülbülə komandasınındır. Metrəlik məsafə təyin edilir hakim tərəfdən. Fitdən sonra cərmə zərbəsi yerinə yetiləcək. Fit səsləndi. Zeynal və Bəxtiyarı görürük topun arxasında. Zeynal ötürməsi, Bəxtiyarın zərbəsi. Arxa dirəyə dəyir top. Sənan. Əl ötürməsi. Heç kim yoxdur orada. Hüseyin yan xətdən topu oyuna daxil edəcək. Geriyə Hüseyin. Şahin. Ötürməsi gözəl alınır. Zeynal istədiyi kimi ram edə bilmədi topu. Zeynalı öndə görürük. Müdafiələ başlamışdı. Şahin mükəmməl keçdi. Zeynal və Sənan. Sənan ötürməsi. Meydanı tərk edir. Mika. Geriyə. Həsən. Hüseyin. Bəxtiyar. Top qatsa ayağından Şamid və küncdən zərbə olacaq. Son anda Bəxtiyar öz səhvini düzəltdi. Topun qapı çərçivəsinə gedməsinə imkan vermədi. Şamid topu oyuna daxil edir. Ötürməsi Akif. Akif Şahin. Akif keçdi onu. Akif və Hüseyin. Alt Əzzari komandasınındır. Ağa Mika əks hücum təhlükəli ola bilər. Zeynal əksinə qaçdı. Başa düşmədilər bir-birlərini. Miri ötürmə mükəmməldir. Akif Həsən. Nələr edir Həsən? Bu nə qurtarışlardı belə. Mirinin ötürməsi isə başqa bir səviyyə idi. Miri, Akif. Hakim atışı ilə oyun davam edir. Ağa geriyə. Sənan. Şamid. Ötürməsi Miri. Miri keçdi 2 nəfəri, 3 nəfəri. Miri. Oy. Ötürmə də verə bilərdi. Əks hücum Şahin qapı dirəyi. Zeynal və Miri. Nələr olur nələr. Şahin gün zərbəsi. Ötürmə Bəxtiyar və küncdən zərbə göstərir oyunun hakimi. Etirazlar var və VAR-a yaxınlaşır referi. VAR-a baxaq, geri dönüş edərik. Görək penalti varmı yoxsa yoxmu? VAR-a baxıldı. Penalti qərarı yoxdur deyir oyunun referisi. Qaldığımız yerdən davam edirik. Hüseyin başla uzaqlaşdırır. Akif zərbə qapıya. Qapının üstündən keçir. Şahin önə doğru ötürmə. Zeynal başla. Mika yenidən Zeynal qapı önünə. Sənanda qalır top. Özü gəlir Sənan. Bıraxdı Miri. Ötürməsi Elnur. Qapının arxa dirəyinə dəyir top.
Və bu zərbə ilə də ilk hissə başa çatır. İlk hissə sürətli bir oyun izlədik. Görək ikinci hissə nələr olacaq. Qısa fasilə ikinci hissə görüşmək ümidi ilə. Və Akififti ilə ikinci hissəyə start verilir. İlk hissədən sonra hesab 1-1'dir. Həzzari komandasında ilk saniyələrdə Miri fərqləndi və daha sonra Zeynal hesabı bərabərləşdirdi. Həsən ötürməsi Hüseyin, sol cinaha Bəxtiyar. Bəxtiyar ötürməsi Şahin və Elnur. Miri keçidə bax, keçidə. Sonunu gətirə bilmədi Şahin. Şahin zərbə ötürmək. Mika qapı direği Mika. Miri klas ötürmə Akif. Yenidən Miri Bəxtiyar qazandırır topu komandasına. Bəxtiyar keçdi ağanı, Akifi də geçdi. Şamit var qarşısında, Bəxtiyar və Akif. Akif sən çıx qabağa. Bəxtiyar, Akif davam deyir. Mika bir ayak arası Şamit'e və Şamit. Aydanı pozur Mika'ya karşı. Mika ona karşı pozulan qayda pozuntusunu el özü yerinə yetirmək istəyir. Komanda yoldaşlar da imkan verir gənc oyuncuya. Fit səsləndi. Mika zərbə, canlı sərt. Mika ötürmə, Bəxtiyar qapının üstündən keçir. Şamid əks hücum təhlükəli ola bilər. Akif Mən Hüseyin uzaqlaşdırır. Şahin Miri və Həsən. İkinci hissə meydana daxil oldu Həsən. Qapıya gedən topa blok qoyur Miri. Şamid qapı önünə və Həsən uzaqlaşdırır topu. Sənan qapı önünə ötürmə çox yüksəkdən getdi. Həsən ötürməsi Bəxtiyar, yenidən Həsən. Hal-hazırda 2 Həsən var. Bülbülə komandasından meydanda qapçı Həsən və 4 nömrəli oyuncu Həsən. Miri topladı. Ötürməsi ağa, ötürmə Miri. Oy Miri. Neyi vura bilmədi Miri. Şahin və top meydanı tərk eləyir. Nələr qaçır, nələr. Hər iki qapı önündə. Nə şanslar, nə fürsətlər. Hər iki qapçı bugün mükəmməl oyun göstərir. Mükəmməl qurtarışlarla yadda qalıblar bu dəqiqələrə qədər. Həsən, Hüseyin ötürməsi Bəxtiyar, mərkəzdə Mika. Mika meydanın hər nöqtəsindədir bu oyuncu və Mika'dan top meydanı tərk edir. Kimi tərifləyirəm, topu itirir. Şamil zərbə qapıya, dəqiqdir. Həsən əllə uzun ötürmə Zeynal və Sənan. Özü gəlir, ötürməsi gözəldir. Şamil zərbə, Həsən. Neyləyir bu qapçılar bugün? Out başlayır Sənan. Mükəmməl qurtarış edir əks qapıda Həsən. Qapçıların şousunu izləyirik bugün. Bəxtiyar ötürməsi çatmadı Mika'ya ağa, mərkəzdə Miri. Çəkdi soluna Miri. Bəxtiyar Əzizov. Əks hücum Mika Sənan. Nələr olur nələr. Şahin Mika.
komanda Şamil. Bəxtiyar pas istəyirdi, ötürmədi Şahin. Zeynal akrobatik zərbə alınmadı. Oy 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 Akif. Gözəl bir ayaq arası attı rəqibinə. Mika ötürməsi Bəxtiyar. Bəxtiyar ötürmə Mika. Sol cinaha Zeynal. Sürətli getdi bu ötürmə. Top meydanı tərk elədi. Qapıdan zərbə Sənan yerinə yetirəcək. Sənan əl ötürməsi. Elnurdan öncə Hüseyin topu çıxardır meydanına. 1-1'dir hesab. Çox maraqlı bir oyun izləyirik. Miri qapı önünə Elnur. İstədiyi zərbəni vura bilmədi. Qapıdan zərbə olacaq. Həsən ötürməsi Mika. Şahin və ilkindən top meydanı tərk eləyir. Şahin başladı. Şahin ötürməsi Bəxtiyar. Yenidən Şahin. Qapıya zərbə. Kapitan çıxardır topu meydandan. Elnur gün zərbəsi Şahin. Ötürməsi Bəxtiyar. Bəxtiyar sol ayaqla alınmadı Şahin. Şahin və Sənan qurtarışa gəl. Qurtarışa bax sən. Əks hücum ağa gedir. Zeynal qovur onu. Ağa zərbə qapının üstündən. Mika hücum qurur. Bülbülə komandası. Mika ötürməsi Zeynal. Zeynal ötürmə Bəxtiyar. Yenidən Zeynal geriyə Həsən Qafarov. Önə doğru ötürmə Şahin. Şahin var burada Şahin. Və Şamid ayaq qoyur Zeynal. Hüseyin yenidən Bəxtiyar sağ cinaha Şahin. Ötürməsi Zeynal. Bəxtiyar, Mika ötürmə. Son anda kritik müdaxilə Şamiddən gəlir. Aldılar topu. Əks hücum Şamid ötürmə Elnur. Oy 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 oy. Hüseyin o nə qurtarışıydı belə. Hüseyin qol qədər dəyərli qurtarış edir öz qapısı önündə. Şahin ötürmə Zeynal və Sənan. Nələr olur nələr. Hüseyin ötürmə Mika. Geriyə Həsən. Etirazlar var. Və Sənanda qalır top. Haşim oyunu dayandırır. Sarı vərəqə göstərir Bəxtiyar Əzizova. Etirazdan sarı vərəqə görür. Bu oyunda ilk rəsmi xəbərdarlıq idi və Əzzari komandasının kapitanı Elnur Hakimlə müzakirə aparır. Toxunuş var idi deyir orada. Penalti tələb edir az öncəki epizodda. Hər iki komanda həqiqətən də mükəmməl oyun göstərir. Ən mükəmməl olan isə hər iki komandanın qapıçısıdır və etirazlara görə hakim VAR-a yaxınlaşır. Penaltı təyin tələb edir Əzzari komandası. VAR-a baxılsın, geri dönüş edirik. Və VAR-a baxıldı, hakim penaltı təyin etdi. Əzzari komandası penaltı zərbəsi yerinə yetirəcək. Hesabda önə keçmək üçün gözəl şans əldə ediblər. Görək bu zərbəni kim yerinə yetirəcək? Qapıcı Hüseyin mükəmməl oyununun üzərinə bir də penaltı qurtarışı edə biləcəkmi? Qapıcı Həsən, üzr istəyirəm, Həsən Qafarov. Nöqtə təyin edilir. Hakim 7 metrəlik məsafəni sayır. Topu qoydu ora hakim. Topun arxasında Əzzari komandasının 22 nömrəli oyuncusu Şamid'i görürük. Və fit səslənəcək Şamid.
Zərbəni yerinə yetirəcək. Fit səsləndi. Şamid önə keçirdə bilər komandasını. Şamid gəlir, zərbə və qol! Şamid dəqiq yerinə yetirir penalti zərbəsini, önə keçirdir komandasını. 2-1 olur hesab, öndədir Əzzari komandası. Oyunda da hesabı onlar açmışdı. Daha sonra bərabərlik yarandı və yenidən önə keçir. Əzzari komandasından Şamid fərqlənir. 2-1 hesab. Oyun başladı. Zeynal sol cinaha, ötürmə Şahin. Bəxtiyar və Akif qaydanı pozur. Bəxtiyara qarşı cərimə zərbəsi Bülbülə komandasınındır. Topun arxasında Bəxtiyarı görürük. Bəxtiyar səsləndi. Bəxtiyar ötürmə Zeynal. Ötürməsi Şahin. Oy 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 oy. Taban zərbəsi vurdu. Dəqiq alınmadı. Hal-hazırda Bülbülə komandasında qapıya Zeynal keçib. Həsən meydanı tərk edib. Zeynal 6-cı oyunçu kimi meydandadır. Şahin ötürməsi Davud və blok gəlir. İlkindən. Ağa, kapitan geriyə Zeynal. Zeynal zərbə qapıya. Dəqiq deyil. Sənan əllə uzun ötürmə Miri istiqamətinə. Miri və Bəxtiyar blok qoyur bu zərbəyə. Yan xətdən topu oyuna Miri daxil edəcək. Zeynal qırmızı nakitqa geyinir əyninə. Qapıcı da o seçilməsi üçün. Və səsləndi Miri. Qapı önünə və top hərəkətdə idi deyir oyunun hakimi. Miri mən neyniyim deyir, külək aparır. Hakimsə mən neyniyim deyir, külək aparmasın, saxla topu. Qaydalara ziddi deyil. Top dayanmalıdır. Zeynal topladı, ötürməsi. Bəxtiyar. Zeynal yenidən Bəxtiyar. Geridədirlər, başa düşüləndi. Zeynal 6-cı oyuncu kimi oyuna daxil ediblər. Bəxtiyar geriyə, Miri ötürmə və daha bir sarı vərəqə. Bülbülə komandasının kapitanı Ağaya gəlir. Şiddətli etiraza görə. Eyni ilə Bəxtiyar da etirazdan sarı vərəqə almışdı və kapitanı da etirazdan sarı vərəqə ilə cəzalandırılır. Atışı ilə oyun davam edir. Hüseyin, Zeynal, sol cinahda Bəxtiyar. Bəxtiyar ötürməsinə Elnur ayaq qoyur. Top meydanı tərk eləyir. Bəxtiyar. Ötürməsi Davud. Ötürmə keçmədi. Ağa və İlkin uzaqlaşdırır. Çıxardır topu meydandan. Zeynal ötürməsi mərkəzə. Davud sağ cinaha Ağa. Geriyə Hüseyin, önə doğru Şahin. Və top meydanı tərk edir. İlkin. Qapıcıya Sənan, yenidən İlkin. Ötürməsinə Davud ayaq qoyur. Out. Əzzari komandasınındır. İlkin. Önə doğru ötürmə, dəqiq deyil, maraqlıdır. Mika ehtiyatdaydı və bəli, indi meydana daxil oldu. Geridə idi komanda, Mika ehtiyatdaydı. Bəxtiyar yenidən Mika və Ağa topu meydandan çıxardır. Zeynal sağ cinaha, Bəxtiyar Əzizov, yenidən Zeynal, sol cinaha Mika, sol cinaha Davud, ötürməsi tək toxunuşla alınmadı. Sənan topu oyuna daxil edəcək. Tələsmir, öndədir komandası.
Və 5 saniyəlik vaxt bitdi. Sərbəst zərbə olacaq Əzzari komandasının qapısına. 2 toxunuşla toru topa göndərməlidirlər. Gecikdi topu oyuna daxil etməkdə Səna. Oyun ərzində mükəmməl qurtarışlarla yadda qaldı Səna. Bəlkə də etdiyi tək səhv bu səhv idi, topu oyuna gec daxil etməsi. Qolun qeydə alınması üçün 2 toxunuş lazımdır ən azı. Görək necə yerinə yetirəcəklər. Topun arxasında Bəxtiyar və Ağanı görürük. 5 metrəlik məsafə təyin edilib. 2 nəfərdən canlı sərt qurulub. Səsləndi Bəxtiyar və blok gəlir. İlkindən Ağa geriyə Zeynal. Mərkəzdə Bəxtiyar, Hüseyin, yenidən Zeynal. Zeynal, Davud, Bəxtiyar. Bəxtiyar və top ondan meydanı tərk eləyir. Qapıdan zərbə olacaq. Səna. 50 önə doğru ötürmə. Elnur istiqamətinə Hüseyin. Yenə qabaqladı Davud, başla Bəxtiyar. Təhlükəli ola bilər Bəxtiyar. İlkin var qarşısında Mika. Zərbə Səna. Atıb özü gəlir. Top itkisi İlkin. Yan xəttdən Ağa topu oyuna daxil edir. Ötürməsi Bəxtiyar və qayda pozuntusu. Miri qaydanı pozmuşdu deyir oyunun hakimi Bəxtiyara qarşı. Cərimə zərbəsi Bülbülə komandasınındır. 2-1-də hesab öndədir Əzzari komandası. Tələsir Bülbülə komandası. Görək bu cərimə zərbəsindən sonra hesabı bərabərləşdirə biləcəklərmi? Fit səsləndi Bəxtiyar. Qapıya zərbə. Elnurdan top meydanı tərk eləyir. Bəxtiyar. Ötürməsi Zeynal. Ötürmə. Yenidən Bəxtiyar. Bəxtiyar. Ötürmə keçmədi. Zeynal çatdı. Hüseyin. Bəxtiyar top qaçdı ayağından. Akif qazandı. Birbaşa qapıya zərbə Miridən. Çərçivəyə düşə bilmədi Miri. Zeynal topu oyuna daxil etdi. Ağa. Ötürməsi Mika. Mika. Bütün komanda ilə müdafiəyə çəkilib Əzzari komandası. Bütün zonaları bağlayıblar. Boşluq axtarır Bülbülə komandası. Mika. Mərkəzdə Ağa. Yenidən Mika. Elnur blok qoyur qapı önünə gedən ötürməyə və out. Əzzari komandasınındır. Şamid yerinə yetirir. Ötürmə. Hüseyin buraxdı. Zeynal. Zeynal ötürmədə səhv. Elnur qapıya zərbə. Və hakim qayda pozuntusu qeydə alır. Əlini cibinə atır. Vərəqənin rəngi nə olacaq və sarı vərəqə Zeynala göstərilir. Qaydanı çox təcrübəli şəkildə pozdu Zeynal. İlk öncə risk etmədi. Qapıya komanda yoldaşının çatdığını gördü və o andaca qaydanı pozdu. Əzzari komandasının kapitanı Elnurun boş qapıya topu göndərməsinə imkan vermədi. Sarı vərəqədə alanda gərək belə alasan. Fit səsləndi Elnur. Buraxdı Miriyə. Miri gəlir. Zərbə. Qapı dirəyi. Elnur da toxunuş edə bilmədi və top meydanı tərk eləyir. Başladılar Miri. Təhlükəli ola bilər Davud. Sənan və Sənan zədə alır orada. Davudun dizi onun başına dəydi. İnşallah ki zədəsi ciddi deyil Sənanın. Təbii ki Davud istəmədən etdi bunu. Sıxırlar onu.
Görək Sənan davam edə biləcəkmi? Qalxır ayağa Sənan, başını tutur. Davam edə biləcək Sənan. Qapıdadır. Davam edəcək. Cərmə zərbəsini Əzzari komandası yerinə yetirəcək. Son dəqiqələrdə oyunda. Hər şey ola bilər bu oyunda. Şamid başlayacaq cərmə zərbəsini. Sənan hələ də başını tutur. Şamid önə doğru ötürmə. Zeynal götürdü topu. Mika. Akif sən də Akif yapış. Ötürməsinə Elnur ayaq qoyur. Kapitan Vacı fanatıdır. Onun formasını geyinir. Zeynal. Ötürməsi Şahin. Ötürmə Davud istiqamətinə. Ağa başla uzaqlaşdırır. Çıxardır topu meydandan Mika. Bəxtiyar çəkdi ağa. Ötürmə Davud və gol. Davud fərqlənir. 2-2 olur hesab. Yenidən tarazlıq var. Nələr olur nələr. Mərkəzdən qapıya birbaşa zərbə. Elnurdan qapıdan zərbə olacaq. Hava su kimi lazım idi bu gol Bülbülə komandasına. Bunu da Davud etdi. Mükəmməl ötürməni, mükəmməl zərbə ilə tora qovuşturdu. Davud və Sənan. Küncdən zərbə olacaq. Davud ötürmə. Miri. Sıxırlar onu. Miri, Bəxtiyar çəkdi soluna. Bəxtiyar. Şahin zərbə. Şamid blok qoyur. Şahin. Ötürməsi Mika. Və blok gəlir ağadan. Şahin, Bəxtiyar, Şamid. Zərbələr ardarda, bloklar ardarda. Mika və Elnur. Və out yerinə yetirilir Şahin. Ötürmə. Davud. Geriyə ağa. Ötürməsi. Sənan. Şahin. Daha bir zərbə gəlmədi Davuddan. Ağa ötürməsi. Davud keçdi. Ötürmə. Bəxtiyar və Akif. Əks hücum ötürmə. Elnur. Bax bu qırmızı vərəqədir Zeynal. Elnur ikinci dəfədir akrobatik zərbəyə cəhd elədi. Zeynal bir öncəki epizodda sarı vərəqə aldı. Bu dəfə yenə topun qapıya getməsinə imkan vermədi. Qırmızı vərəqə bahasına olsa belə topun tora qovuşmasına imkan vermədi. Bəlkə də bu qırmızı komandasına elə bir xalı qazandıracaq. Zeynal təcrübə göstərdi. Məncə bu epizodda da təcrübə göstərdi. Çünki son saniyələrdir maçda. Üzbəüz qalmışdı Elnur. 5 metrəlik məsafə təyin edildi. Təhlükəli ola bilər. Kapitan var topun arxasında. Afik səsləndi. Elnur aşırma zərbə və Bəxtiyar. Atıb gəlir və out Bülbülə komandasınındır. Out yenidən yerinə yetiriləcək. Zədəl oyuncu var idi. Qalxdı ayağa Şamid. Bəxtiyar ötürməsi. Mika başla ağaya və ağa saxlasa təhlükəli ola bilərdi. Ötürmə. Şamid çata bilmədi topa. Out. Bülbülə komandasınındır. Azlıqdadır Bülbülə komandası. Bəxtiyar.
Ötürməsi Davud, ötürmə, ağa, oy, 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 ağa. Mika və top meydanı tərk eləyir, ağa. Nəyi saxlaya bilmədin sən, ağa, bəlkə də komandasının qələbə qoluna imza atacaqdı kapitan. Miri, Mika ilə mübarizəsi, Miri ötürmə keçmədi və süssəsi qoydu Mikanın önünə, qapıdan zərbə olacaq. Sənan, əllə uzun ötürmə, Şamil başla zərbə, Bəxtiyar yerindədir. Və hakim o mükəmməl oyunun bitdiyi final fitini səsləndirir. Sülhlə ayrılırlar hər iki komanda aktivlərinə, bir xalı yazdırırlar. Hər iki komandaya növbəti oyunlarda uğurlar arzu edirik. Sizlərlə sağollaşırıq. Sağ olun, sağlıqla qalın. 4-cü tur görüşənədək hələlik.